Layihənin rəhbəri Namiq Həmzəyev adına 238 nömrəli məktəbin direktoru Xuraman Osmanova qeyd etdi ki, bu Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri 3-cü filmdir. Uşaqlar indi biraz bədii ədəbiyyat oxumağa çətinlik çəkirlər. Sanki kitab oxumağa meyilli deyirlər bizim dövrümüzdəki kimi. Ona görə onlara hər şeyi vizual olaraq göstərəndə daha maraqlı olur deyə düşündük. Muxtar müəllimlə tanışdıqdan mən çox qürurluyam. Çünki Muxtar müəllimin həyatına biz girdikcə o söhbətin içinə insanı daha çox mən hörmətim artdı ona ki, insan Cicimli kəndində, Laçın rayonunun Cicimli kəndində rus dili müəllimi olur. Birinci Vətən müharibəsi başlayanda, Vətən Qarabağ müharibəsi əvvəlində başlayanda Cicimli kəndində dərs deyirdi. Sonra o könüllü olaraq könüllü batalyonuna qoşulur və sonra da komandir olaraq orada yığır şagirdlərin də başına gözəl vuruşur və sonraki ateşkəs dövründə isə Muxtar müəllim, hərbi müəllim kimi, hərbi ekspert kimi gəlir Bakıda yaşayır və sonra 44 günlük müharibədə isə özü yazır. Cənab Prezidentə də yazır, hərbi nazirimizə də yazır ki, biz yenidən kəşfiyyatçı və bələdçi dəstəsini yığıb getmək istəyirik və hərbi nazirimizdən əmr gəlir ki, bələdçi və kəşfiyyatçı dəstəsini toplayın, könüllü batalyon toplanır və Muxtar müəllim yenidən döyüşə atılır. Bu böyük bir ibrətamiz bir həyat yoludur ki, mən istəyirəm ki, bunu hamı, bizim uşaqlarımız gözəl-gözəl öyrənsinlər. Filmin ssenari müəllifi Ötərxan Eltac isə bu cür igid oğullarımız haqqında kitablar, sənədli, eləcə də bədii filmlər çəkilməsini vacib addım adlandırdı. Onun sözlərinə görə Muxtar Həşimov kimi şəxsiyyət haqqında ssenari yazmaq böyük fəxirdir. Qənaətə gəldikdən sonraki qəhrəmanımız haqqında film çəkmək lazımdır. Qəhrəmanımızı mən yaxşı tanıyırdım. Dəfələrlə mənim müsahibim olmuşdu. Həm televiziyamızda, ana televiziyamızda, həm radiomuzda müsahibim olmuşdu. Onun döyüş yoluna yaxşı bələd idim. Onun ətrafında o döyüşən o qoç oğullar ki var idi, onların hər birini yaxşı tanıyırdım və onları bir araya yığaraq və ümumi bir məsləhətləşmə oldu. Və elə bir anın içərisində Tanrının qüdrəti ilə o ssenari elə ərsiyə gəldi. Qeyd edək ki, filmdə Muxtar Həşimovun şəxsi həyatından, keçdiyi döyüş yolundan bəhs olunur. Filmdə onun ailə üzvləri, dostları, müəllim həmkarları böyük sevgi ilə öz ürək sözlərini bildiriblər. Bizim batalyon komandirimiz idi. Muxtar müəllim tələbkar idi, ciddi idi. Amma Muxtar müəllim tək komandir deyil, həm də böyük qardaşımız idi. Muxtar müəllim bizi döyüşə aparanda, bizlə döyüşə gedirdi, özdə qabaqda. Biz onu o zamanlar anlayamıyorduk. Yəni bir İnsan, bir ailə başçısı ailəsini və bütün çevrəsini və rahatlığını qurban verərək döyüş bölgəsinə gedirsə və aylarla ailəsini, övladlarının üzünü görmürsə və bu muhtemelen elə bir şəxs ki, övladı üçün canını verir. Sənədli filmin işığına toplaşanlar arasında 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı Mürvət Hacıyev də öz təəssüratlarını bölüşdü. 93-cü ilin axırı, 94-cü ilin əvvəlində Xocavənd istiqamətində və Füzuli rayonu aşağı Veysəlli istiqamətində o ərazilərin hamısını düşməndən azad elədik. Və bunun da davamı olaraq 44 günlük müharibə həqiqətən bizə bir şərəf gətirdi. Torpaqlarımız azad olundu və mən bir gün çox qürurluyam, şərəf duyuram və bir daha yenə də Allahdan şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə, veteranlarımıza can sağlığı arzulayıram. Çox sağ olun. Muxtar müəllim ehtiyata buraxıldıqdan sonra Bakı şəhərində pedaqoji fəaliyyətini davam etdirməyə başladı. Onun Cəmşid Naxçıvanski adına hərbi liseydə, 261 saylı məktəb liseydə, 290 saylı tam orta... Aynur Nadir qızı Elşad Eydarov, NTV Xəbər Bakı. Yenidən hazırlanması institutunda çalışdığı müddətdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində böyük xidmətləri olub.